Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil feracahum. Əziz izləyicilər, bugün mən istəyirəm sizinlə noyabr ayının 3-ü 6-sı arası Azərbaycanda keçirilən bir konferansla bağlı danışım. Deməli, Upcoming Events rəsmi səhifə məlumat verir ki, noyabr ayının 3-dən 6-sına qədər Azərbaycanda Conference of European Rabbis adlı bir tədbir keçiriləcək. Yəni Avropa rabinlərinin, Yahudi rabinlərinin konferansı bu tədbirin, yəni bu təşkilatın 70-ci il dönümü ilə bağlı keçirilir bu tədbir. Məlumatlarda göstərilir ki, hər 2 ildən bir belə bu Avropa rabinlərinin toplantısı qeyd olunur, keçirilir. Hansı mövzular müzakirə olunacaq, mən o mövzulara da toxunacağım. Və məlumatda yer alır ki, təqribən Avropadan 500 rabin Bakıya gələcək və konferansa giriş sözü ilə İlham Əliyev açacaq, konferansda iştirak edəcək. Mövzulara gəldikdə isə bir neçə, təqribən 3 əsas böyük mövzular var. Bu, media açıq olan mövzulardan söhbət edir. Dini etiqad azadlığı ilə bağlı müzakirələr aparılacaq. İkinci mövzu, Avropadakı Yahudi icmalarının vəziyyəti ilə bağlı məruzələr dinləniləcək. Üçüncüsü isə mənim diqqətimi ən çox çəkən mövzu məhz bu mövzudur. İbrahim razılaşmasının Azərbaycanla genişləndirilməsi mövzusu olacaq. Abraham Accords, İngiliscə belə deyilir. Bilirsiniz ki, bu proses təqribən 2019-20-ci ildən başlanmış bir prosesdir. Əsas da məqsəd Yahudi, yəni İbrahim razılaşması adlanır Azərbaycan dilində bu sənətin adı. Çərçivəsində 500 rabinin Qubada Qırmızı qəsəbəyə ziyarət etməsi də gözlənilir. Əslində biz bir Azərbaycan vətəndaşı kimi bu görüşün, bu konferansın Azərbaycanda, Bakıda keçirilməsinin qəti əleyhinəyik. İstəyirik ki, Azərbaycan xalqını, əhalini bu məsələdə maarifləndirək və belə bir konferansların Azərbaycanda keçirilməsinin bizim üçün heç də yaxşı nəsə vəd etdiyini çatdırmaq istəyirik, bildirmək istəyirik. Çünki regionda geosiyasi vəziyyət və Azərbaycanın durumu və s. Bunlar göstərir ki, bugün Yahudilərlə sıx birləşmək və onlara qucaq açmaq və hətta Avropada yaşayan rabinlərin Azərbaycanda rahatçılıqla gəlmələri və onların gəliş-gedişini yüksək səviyyədə təmin etməsi və s. Bu, əvvəla bizim ölkənin iqtisadi maliyyə hesabına başa gəlir, maddi hesabına başa gəlir. İkincisi də regionda bizim qonşu ölkələrlə qarşı-qarşıya gətirir. Bu, Yahudilərin dünyada cinayətləri, bunların törətdikləri hadisələr və son illər xüsusən Qəzzada imza atdıqları hadisələr, təqribən 70 minə yaxın insanın olurla öldürülməsi, uşaqların, qadınların, sivil şəxslərin qətlə yetirilməsi və elə bir vəziyyətə gəlib çatıb ki, tarixə baxsa görərsiniz ki, bunlar dəfələrlə indi müdafiə olunduqları ölkələr tərəfindən qovulub çıxarılıblar. Avropadan ümumiyyətlə bunlar qovulublar. Bir çox aparıcı ölkələr tərəfindən bunlar qovulublar və bunların elə Fələstin, Azərbaycan və bu kimi müsəlman ölkələrində bunların orada məskunlaşmasına və orada bunların
geniş istifadə o ərazilərdən istifadə etmələrinə deməli şərait yaradırlar. Dediyim kimi, mənim əsas diqqətimi çəkən məsələ burada İbrahim razılaşmasıdır və Azərbaycan bu İbrahim razılaşmasına qoşulmaqla bağlı deməli bəyanatlar səsləndirir və əhalini bu istiqamətdə hazırlayırlar ki, əhali bu İbrahim razılaşmasına qoşulmaqda maneə yaratmasın, etiraz etməsin. Amma bu Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin və Azərbaycan xalqının həqiqətən sonunu gətirən amillərdən də biri olacaq İbrahim razılaşmasına Azərbaycanın qoşulması. Əslində İbrahim razılaşmasının məntiqi biz bir neçə dəfə bu barədə danışmışıq, ona görə detallara girmək istəmirik. Burada əslində Yəhudi ərəb deməli xalqlarının birliyindən bir koalisiyada təmsil olunmasından söhbət gedir. Burada heç bir din faktoru yoxdur. Azərbaycanı isə deməli bu koalisiyaya dartıb gətirən hər hansı bir məntiqi səbəb ortada olmasa da, bu birmənalı olaraq Amerika Birləşmiş Ştatlarının təzyiqi ilə və şəxsən Donald Trump'ın bir layihəsidir. Donald Trump'ın təzyiqi ilə Azərbaycan bu İbrahim sazişinə sürüklənir. Bu da Azərbaycan xalqının, dövlətinin və vətəndaşları üçün çox ciddi və ağır nəticələr gətirib çıxaracaq. Biz bir mənalı olaraq rabinlərin noyabrın 3-ü 6-sı Azərbaycanda Bakıda nəzərdə tutduğu konfransı boykot edirik. Biz Azərbaycanda belə bir konfransın keçirilməsinin qəti əleyhinəyik və etiraz edirik. Ümid edirik ki, bizim bu etirazımız daha çox insana çatacaq və insanlar artıq qəflət yuxusundan ayılıb, mən Azərbaycan vətəndaşlarından söhbət edir, qəflət yuxusundan ayılıb, hökumətin bu cür yersiz, məntiqsiz, zərərli deməli tədbirlərin keçirilməsini dayandırılacaq. Yəni, əks halda Azərbaycan xalqı dövləti həqiqətən geri dönüşü olmayan bir deməli problemli dalana dirənmiş olacaq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.